İmam Səccad əleyhissalam Kərbəlada iştirak edən şəxslərdən biridir. Bilirsiniz ki, o müsibətləri gözü ilə görən adamlardan biridir. O elə müsibətlərdir ki, deyir ki, İmam Hüseyn deyirdi ki, çadırdan sonra heç kəs çıxmasın ki, o müsibətləri görməyə taqəti olmaz insanların. Xüsusilə axır mərhələsi Kərbəlanın çox ağırdı. Onun icazəsi var idi ancaq məsumların və bir də xanım Zeynəbin. Həzrəti Zeynəbin də görün ruhu nə qədər geniş idi ki, o müsibətlərə görə bilirdi, dözə bilirdi. Hətta bəzi məqamlarda İmam Səccad əleyhissalama təsəlli də verirdi bildiyiniz kimi. İmam Səccad əleyhissalama təsəlli də verirdi. Getdilər Kərbəladan düşmən qoşunu çıxdı. Təsəvvür eləyin, öz cənazələrini dəfn elədilər hamısını. Bir dənə siz Allah, biz danışırıq, hərdən biraz adiləşir. Təsəvvür eləyin ki, görün nələr baş verib orada. Hansı müsibətlər baş verib. Öz cənazələrini dəfn elədilər. Peyğəmbər nəvəsi İmam Hüseynin yaxınlarının bədənləri qaldı torpağın üstündə və o şəkildə gedirlər. Bunlar hamısı da Əhl-i Beytin gözü qarşısında. Həzrət Zeynəb görür ki, qardaşını öldürüblər, heç imkan vermirlər, müsəlman kimi dəfn eləyərlər imamı, Peyğəmbər balasını. Deyir, gedirlər. Məqsədləri nə idi? Məqsədləri bu idi ki, çölün vəhşi heyvanları o bədənləri ditsin, dağıtsın, heç əsər əlamət qalmasın İmam Hüseyndən. Bunların məqsədi bu idi ki, bu adı, bu Əhl-i Beyti silsinlər, heç nə qalmasın. Allahın möcüzəsinə bax ki, indi Kərbəlaya bax, onu silmək istəyənlərin aqibətinə bax. Ancaq Allahın möcüzəsi ilə baş verə bilərdi. Susuz bir çöldə, bir dəstə, bir oğuz adam, cənazəsi də qalıb, qoyub çıxıb gediblər, adını silmək istəyirdilər ki, yoxa çıxsın. Amma nə qədər adlar silindi, bu ad qaldı. Amma bədənlər deyir, qalıb üryan, qalıb torpaq üstündə, hamısı getdilər. Yaxında Bəni Əsəd qəbiləsi yaşayırdı. Bəni Əsəd qəbiləsi gəldi ki, bu cənazələri dəfn eləsin. Çətinlikləri budur ki, tanımırlar. Bir əlamət qoymaq üçün, nişanə qoymaq üçün bilmirlər kim kimdir. Başlar gedib nizədə bədənlər qalıb. Bir ən böyük məzlumiyyətlərdən biri bu idi ki, Bəni Haşimin başına əsas kəsib nizəyə vurdular. Peyğəmbərin ailəsinin başını kəsib nizəyə vurdular. Əsasən başlar nizəyə vurulan başlar Bəni Haşimin, Peyğəmbər nəslinin, Əhl-i Beytin başları idi. Deyir, gəldilər necə eləyək Allah bu cənazələri, qalırlar. Birdən gördülər ki, bir nəfər atlı gəlir, üzündə niqab var, üzündə örtüyü var. Gəldi dedi, ay Bəni Əsəd, mən bu cənazələri tanıyıram, mən bilirəm bunlar kimlərdir. Mən indi bir-bir bunları dəfn eləyərəm. Yazırlar ki, birinci getdi tez Əlqəm kənarına. Əlqəm Fəratın qoludur, orada Əbəlfəz ağa düşmüşdür. Getdi, onu ziyarət elədi. Ondan sonra deyir, onu dəfn elədi. Bir-bir şəhidləri dəfn elədi. Soruşdular ki, ağa, siz kimsiniz? Dedi, mən bu qərib öldürülənin oğluyam, Əli ibn Hüseynəm. Bu mənim atamın cənazəsidir. Gəldi, deyir, çatdı İmam Hüseynin cənazəsinə. Dedi, mən bu şəhidin oğluyam. Görürlər, nəsə axtarır İmam Səccad əleyhissalam. Deyirlər, ağa, bu yerdə nə axtarsınız? Deyir, Sariban gəldi, onun barmağını kəsdi, üzüyünü çıxardanda. Baxıram, görün, barmağı hara düşüb ki, o ilə bir yerdə dəfn eləyim. Deyir, elə bir vəziyyətdə İmam Hüseynin cənazəsini gördü ki, Bəni Əsəd qəbiləsində dedi, gedin o yanmış çadırlarımıza baxın, bəlkə bir həsir taparsınız, həsirin üstünə qoyun atamın cənazəsini. Ələ götürüləsi deyil, bədən bütün yaralar içindədir. Deyir, həsir parçası gətirdilər, o qərib İmam Səccad əleyhissalam tək tənha atasını dəfn eləyir. Bəni Əsəd qəbiləsinin köməyi ilə. Deyir, götürdü yavaş-yavaş atasını, o tikə-tikə olmuş bədənini qoydu torpağa.
Qəbrə qoyan kimi dəfnində iştirak eləmişsiniz. Birinci iş budur ki, ölənin üzünü torpağa qoyurlar. Üzünü qibləyə qoyurlar. Bədəndə baş olmayanda o məqamda lap yada düşür ki, bu dəfnin əməllərindən üz torpağa qoyurlar. Baxdı, gördü, atasının bədənində baş yoxdur. Bunu görəndə deyir, əyildi, üzün qoydu o kəsilmiş boğaza. O kəsilən boğaza üzün qoydu, yana-yana qəbrin içində ağlayır, çıxa bilmir qəbirdən. Sonra bu sözü dedi, tarix yazıb, ya əbəta, atacan, fəəmməd dünya fəbə'dəkə muzlimə. Deyir, atacan, dünya səndən sonra zülmətə qərq oldu. Sən dünyanı tərk elədin, dünya qaranlıq oldu. Fəəmməl axirətu fəbinnuri vəcihikə müşriqə. Amma axirət sənin üzvün nuru ilə işıqlandı. Deyir, nə qədər eləyirlər, İmam Səccad çıxmır. Axırda qoluna girdilər, ayrıla bilmir atasının cənazəsində. Çıxartdılar onu, bugünkü müsibət mənim üçün çox ağırdır. Bir ikisini də yazmışam, indi bilmirəm, heç onu adamın taqəti yoxdur deməyə. Deyir, çıxdı qəbirdən, qəbrin üstünü örtdü. İndi istəyir yazsın ki, bu kimin qəbridir. Qəbrin üstündə baş daşı olar da ad yazarlar. İmam Səccad başqa cür yazdı. Yazdı, ya əhləl aləm, ey dünyanın insanları, ey aləmin əhli, haza qəbru Hüseyn ibn Ali ibn Əbi Talib. Bilmək istəyirsiniz, bu kimin qəbridir? Bu, Hüseyn ibn Ali ibn Əbi Talibin qəbridir. Hansı şəkildə öldürdülər mənim atamı? Demədi, onun başını kəstilər. Demədi, onu oxla öldürdülər. Dedi ki, əlləzi qətəluhu ətşanən. O kəsin qəbridir ki, onu suyun kənarında susuz öldürdülər. Susuz dodaqlarla ölənin qəbridir bu. Hamı bilsin. 40 il İmam Səccad ağladı. Vallahi 40 il ağladı. Yemək gətirirdilər qabağına, ağlayırdı. Baxırdı, deyirdi, Qutlə ibn Rəsulillah caiən. Peyğəmbər oğlunu az öldürdülər. Su gətirirdilər, deyirdi, Qutlə ibn Rəsulillah ətşanən. Deyirdi ki, Peyğəmbər balasını susuz öldürdülər. Dedilər, ağa, nə qədər ağlayacaqsınız? Dedi, Yaqubun 11 oğlu vardı, bir Yusifi. Yusif ölməmişdi, ondan ayrı düşdü. O qədər ağladı, gözü tutuldu. Mənim gözümün qarşısında 18 Yusifi yerə yıxıblar. Deyirsiniz, mən ağlamayım? Deyirsiniz, mən yanmayım? Bu sözü demək cəsarətdir, mən heç vaxt deməzdim. İmam Səccad bu işi görməsəydi, mötəbər olmasaydı. İmam Səccad bu işi görürdü. Gəlirdi, dayanırdı qəssab dükanının qarşısında, məzlumiyyətini göstərmək istəyir atasını. Deyir, ay qəssab, bu heyvanı kəsməmiş su vermirsən ya yox. Deyir, ağa, müstəhəbdir, heyvanın başını kəsməmiş su verəsən. Ondan sonra ağlayırdı, deyirdi, mənim atamın başını kəsdilər, heç su da vermədilər. Gəldi Mədiniyə, Mədinədə soruşdular, ağacan, nə baş verdi Kərbəlada? Dedi, ənəbnü mən qutilə səbra. Bu çox ağır sözdür. Deyir, mən o kəsin oğluyam ki, onu tədricən yavaş-yavaş öldürdülər. Bilirsiniz, necə öldürdülər İmam Hüseyni? Məhərrəm günləridir deyə İmam zamandan üzr istəyib bunu deyirəm. Deyir, əvvəl nizə vurur, çəkilir kənara tamaşa edir. Xanım Zeynəb də baxır təllin üstündən. Orada fəryad edir ki, axı, niyə yığışmırsınız, nəyə baxırsınız? Biri gəlir, yerdə uzandığı yerdə daş vurur, çəkilir, dayanır, tamaşa edir. İmam atasının rozəsini oxuyur. Biri gəlir, ox sancır, bax, belə-belə, tədricən, baxa-baxa, tamaşa eləyə-eləyə. Bu şəkildə deyir, mənim atamı öldürdülər. Ondan sonra deyir, töküldülər qətligaha. Soruşdular, ən ağır günlərin haradaydı? Bax, bu hissəsi məni çox yandırır. 3 dəfə dedi, əş-Şam, əş-Şam, əş-Şam. Şam mənim üçün çox ağır keçdi, bizə çox ağır keçdi. Necə oldu, ağa? Bizi kəndirlə bir-birimizə bağlamışdılar. Qadınlar, əsirlər, kişilər, uşaqlar. Uşaq balaca daxı. Biz ayaq üstə dayananda onlar boğulurdu, biz əyilib yol gedirdik onlara görə. Uşaqlar deyir, gedə-gedə büdürüyüb yıxılırdı, ayaqları ilişib yıxılırdı. Deyir, heç bir uşağı belə durğuzmurdular, qamçı ilə döyə-döyə, yıxılanı vururdular. Hüseynin balalarını deyir, qamçı ilə vururdular ki, niyə yıxılmısan? Şama daxil olanda neçə 100 min insan onları qarşıladı.
bəziyiblər, bayramdır, rəqqasələr oynayır. Belə bir şəkildə Zeynəbi daxil edirlər Şama. Bir nəfər deyib Beytülmüqəddəsdən gəldim, Şama gördüm, adamlar yığılıb, rəqqasələr oynayır, bayramdır. Dedim, nə olub, nə baş verib? Dedilər, kafir əsirləri gətiriblər. Kafirlərin əsirləridir, onu bayram eləyirik. Xanım Zeynəb deyir, hədiyyələr verdi Şimrə. Dedi ki, elə ki, bizi o əsas qapıdan içəri salmayasan. Şimr ən mərkəzi qapıdan daxil elədi. Yazırlar alimlərdən, mən oxumuşam kitablarında. Oradan o saraya qədər giriş qapısından bir 20 dəqiqəlik yol olar. İzdiham o qədər, əsirlər onların arasından keçir. Deyir, səhər gün ortaya yaxın keçdilər, qürub vaxtı məscidə çatdılar. Yəni o qədər izdihamın içindən keçdilər onları. İmam Səccad deyir, 7 dənə bəla, bax bu ən ağır yeridir. 7 dənə bəla gördük Şamda. Mən deyim, sadəcə gözünüzün önündə canlandırın ki, bu İmam Hüseyin nə qədər məzlumdur, balaları nə qədər məzlumdur. Deyir, bizi apardılar, qılıncla silahlanmış adamların arasından keçirdilər. Qadınlar və uşaqlar keçirdi onların arasından. Deyir, onlar qılınclarını uşaqlara batırırdılar. Qılıncları qadınlara batırırdılar. Elə bir halda onların arasından keçirdi. İkincisi budur ki, şəhidlərin başı qız və qadınların gözü qarşısındaydı. Deyir, hərdən nizələrdən başlar yerə düşürdü, uşaqların gözünün qabağında. Götürüb onu nizəyə taxırdılar. Üçüncüsü, İmam Səccad əleyhissalam deyir, od tökürdülər Şamın damlarından. Deyir, od gəldi, mənim də başımda əmmamə var idi, qollarım bağlı, od düşdü başıma deyir. Deyir, əmmaməm yandı, saçımı yandırdı ki, onu götürə bilmirdim başımdan. Dördüncüsü budur ki, səhərdən axşamacan küçə bazarları gəzdirdilər. Cəmaata deyirdilər, bunları öldürün, bunların İslamda heç bir hörməti yoxdur. Beşinci budur ki, bizi apardılar bazara qul kimi satmağa. Allah nicat verdi ki, bizi o bəladan qurtardı. Altıncısı deyir, apardılar Yahudi Xristiyan məhəllələrinə, dedilər, ata-babalarınızı bunlar öldürüb. Bunlara nə təhqir elirsə eləyin. Yedincisi buyurur ki, bizi damsız bir yerdə qoydular xarabalıqda. Ora deyir, gündüzlər isti olurdu, gecələr soyuq. Oradan ancaq uşaqların sızıltı səsi gəlirdi, ağlamaq səsi gəlirdi. Baş gedir qabaqda, gördü uşaqlarını vururlar. Gördü uşaqlarını döyürlər. İstədi uşaqlarına kömək eləsin, kəramət göstərdi. Quran oxudu. Ən xəsibdə ennəl əshabəl kəhfi və rəqim kənu min ayatina acaba. Kəhf surəsini oxudu. Quran qarisinə hörmət eləyərlər. Peyğəmbər Quran qarisinin alnından öpürdü. Quran qarisi hörmətə layiqdir. Hüseyin balalarına kömək üçün Quran oxuyanda, Quran oxuyan başa deyir, daş atmağa başladılar. Uşaqlarının gözünün qabağında. Deyir, bu daşı atanda başına, orada İmam Hüseynin başından səs gəldi. Ənəl məzlum, ənəl məzlum. Deyir, hamı bu səsi eşitdi. Kufiyə gəlib çıxanda axır sözüm bu olsun. Bir nəfər gəldi, İmam Səccadı tanıdı, dedi, ağa bizə nə qulluğuz, nə sözüz, nə qulluq eləyə bilərəm. Gör, nə vəziyyətdəydi Əhl-i Beytin əsirləri. İmam Səccad dedi, get gör parçadan nədənsə tapa bilirsən, zəncirlər boynumu yaralayıb, parçanı qoyum zəncirlərin arasına. İmam Baqir əleyhissalam onu dəfn eləyəndə atası İmam Səccadı, baxdı o boynunda olan yaralara. Dedi, atacan, canım sənə fəda olsun, 40 il bundan qabaqki yaraların izi hələ də boynundadır. Əla lənətullah aləl qavmiz zalimin.